Salam uşaqlar. Bu gün sizlərə deməli Azərbaycanda Sovet hökumətinin iqtisadi tədbirlərini izah edəcəm. Birinci növbədə iqtisadi tədbirlər hansılar idi? Hərbi kommunizm və YIS siyasəti. Hərbi kommunizm siyasəti 1920-ci il və 1921-ci illəri əhatə etmişdi. YIS isə 1921-ci il və 1925-ci illəri əhatə etmişdi. Yəni hərbi kommunizm siyasəti 1921-ci ildə dayandırıldı və onun əvəzinə artıq YIS tətbiq edilməyə başlamışdı. İndi hərbi kommunizm nə deməkdir ümumiyyətlə? Hərbi kommunizm siyasəti Rusiyada vətəndaş müharibəsi dövründə çox kömək olmuşdu bolşeviklərin qələbə qazanmasına. Bəs vətəndaş müharibəsi neçənci illərdə olmuşdu? 1918 və 1920-ci illərdə Ağ qvardiyaçılarla bolşeviklər arasında olmuşdu. Orada bolşeviklər bu siyasət nəticəsində qələbə qazanmışdılar və 1920-ci ildən başlayaraq da Azərbaycan SSR-də də artıq tətbiq edilməyə başlanmışdı bu hərbi kommunizm siyasəti. İlk olaraq 1920-ci ilin avqust ayında deməli taxıl ticarətinin dövlət inhisarına alınması haqqında bir dekret imzalandı və 1920-ci ilin sentyabr ayında da artıq ərzaq sapalağı tətbiq edildi və ümumi əmək mükəlləfiyyəti tətbiq edildi. Bununla da hərbi kommunizm siyasətinə keçildi. Hərbi kommunizm siyasətində bu ərzaq sapalağı nə demək idi? Yəni ki, kəndli taxıl məhsulunu açıq satışa çıxara bilməzdi. Öz ehtiyacını götürürdü və artıq qalan məhsulu mütləq şəkildə dövlətə verməli idi. Yəni dövlət həmin o taxılı müsadirə edirdi. Müsadirə edib kəndliyə isə qəpik quruş ödəyirdi sadəcə. Bu ərzaq sapalağını həyata keçirmək üçün kəndlərə xüsusi dəstələr göndərirdilər. Bu xüsusi dəstələr nəzarət edirdi ki, yəni kəndli görək məhsulun hamısını verirmi dövlətə. Bundan başqa həmin o müsadirə etdikləri də güya ki, şəhərdəki aclıq çəkən fəhlələrə çatdırırdılar. Ancaq o müsadirə edilmiş taxılın əksəriyyəti 11-ci ordunun ehtiyaclarını ödəmək üçün, həmçinin də Rusiya qəzalarında bu aclıq çəkən insanlara göndərilirdi. Hərbi kommunizm siyasəti nəticəsində artıq kəndlərdə, Azərbaycan kəndlərində vəziyyət pisləşdi. Ərzaq qıtlığı yarandı. Bundan başqa kəndlilərin vəziyyəti pisləşdi. Və artıq dövlət məcbur oldu 1921-ci ildə bu siyasətdən imtina elədi. Çünki taxıl ehtiyatı həm tükənmişdi, həm də kəndli çıxışları, qaçaq hərəkatları baş verirdi. Və 1921-ci ildən başlayaraq artıq YIS tətbiq edilməyə başlandı. Və YIS ümumiyyətlə nə deməkdir YIS? Birinci növbədə 1921-ci ildə bütün bu inhisarların ləğv edilməsi haqqında dekret imzalandı və həmin o dekretə əsasən Azərbaycanda ərzaq sapalağı, hansı ki kommunizm dövründə olan ərzaq sapalağı artıq ləğv edildi. Və ərzaq sapalağının ləğvi də YIS yolunda ilk böyük addım idi. İlk böyük addım nə oldu? Ərzaq sapalağının ləğvi oldu. Ancaq ərzaq sapalağı ləğv edildikdən sonra çanaq vergisi tətbiq olundu. Çanaq vergisi nə zamana qədər tətbiq edildi? 1922-ci ilə qədər. Yəni 1921-ci ildə ərzaq sapalağı ləğv olunur, onun yerinə çanaq vergisi tətbiq olunur. Çanaq vergisi 1922-ci ilə qədər oldu və 1922-ci ildə də çanaq vergisini artıq ərzaq vergisi əvəz etmişdi. Bəs bu nə idi? Ərzaq vergisində artıq kəndli azad ticarət edə bilərdi. Yəni öz məhsulunu bazarda açıq şəkildə satışa çıxara bilərdi, sata bilərdi. Bu da azad ticarətin inkişafına səbəb oldu. Yəni YIS siyasəti ümumiyyətlə yaxşılaşdırdı əhalinin vəziyyətini. YIS-də təkcə kənd təsərrüfatı sahəsində yeniliklər olmamışdı, həmçinin də digər sahələrdə də olmuşdu. Məsələn, Tovuzda və Bakıda sement zavodları fəaliyyətə başlamışdı. Gədəbəydə mis zavodu fəaliyyətə başlamışdı. Kredit şirkətləri fəaliyyətə başlamışdı. Bunlar da kredit şirkətləri də ümumiyyətlə bankları inkişaf etdirmək üçün idi. Daha sonra neftdə Bakı buxtası qurudulmuşdu və yeni elektrikləşdirilmiş, mexanikləşdirilmiş bir sənaye qurulmuşdu. Kənd təsərrüfatında da həmçinin əkinçilik mexanikləşdirilmişdi. Muzlu əməkdən istifadəyə də icazə verilirdi. Torpaqlar icarəyə verilirdi. Bunun nəticəsində taxıl, pambıq sahələri genişlənmişdi. Yəni bir sözlə YIS siyasəti çox gözəl şəkildə inkişaf etdi. İnkişaf etməsini, yəni
kömək oldu. Bazar iqtisadiyyatı bununla inkişaf etdi. Bazar iqtisadiyyatı. Bundan başqa əmtəə münasibətləri inkişaf elədi. Daha sonra iqtisadiyyatda məsələn canlanmalar baş verdi. Qolçomaq təsərrüfatı artıq qolçomaq və ortabab kəndli təsərrüfatı da inkişaf etdi. Yi siyasəti nəticələri bu qədər.